Deməli, salamlayıram hər kəsi, bütün inkubator həvəskarlarını. Demək, bu inkubator haqqında bir şey danışmaq istəyirəm. Demək, bir qardaş gəlib bura, inkubatorun beynində problem var. İnkubatorda hansısa bir usta yığıb, indi adını çəkməyəcəm, mən tanıyıram o ustanı, o da mənə qəşəng tanıyır. Deməli, götürüb qardaşa başqa bir usta göndərib, bundan qabaq. Usta gedib ki, bəs beyin yanıbdır, beyni dəyişib, o biçim köhnə beyni də götürüb aparıb. Üstündən bir həftə keçib, yenə problem olub, götürüb qardaş var, bu qardaş yanındadır, göstərəcəm özüm. Zəng vurub inkubatoru yığan adama ki, bəs bunun beynində belə bir problem var. O biçim yığan adam problemi həll eləyə bildi, qardaş. Yox. Bax, qardaş yanındadır, bax, and olsan. O inkubatoru yığan usta, səni ant verirəm, bu gün bax, Qurban bayramıdır, səni ant verirəm, bax, bu Allaha. Sən mənə deyə görüm hələ. O usta, onu yığan usta, sənin bu problemi həll eləyə bildi? Yox, yox. Aha. Demək, qardaş, həmin o usta bu qardaşı yönləndirib başqa bir adama. O ustanı da tanıyıram. Usta deyil o. Ümumiyyətlə usta deyil. Yəni, mən açıq deyirəm. O usta deyil. Zəng vurub ona, ondan qabaq da o gəlib, həmin adam gəlib. Qardaş özü bildi ki, o gəlibdir. Çünki həmin adam onun nömrəsini onu göndərmişdi də, başa düşdünüz. O zəng vurub, deyib qardaş, hə, problem yoxdur, gələcəyəm. Bax, indi görsün. Gələcəyəm, hə, problem yoxdur, beyni dəyişəcəyəm. Qəşək, 50 manat beyin, o biçim 100 manat pul istəyib səndən. Əl xəstli zatdır, 100 manat. Bu beyni də sənə göstərdim də, orijinal deyil də, yəni özün gördün. Bax, mən işlətdiyimi də göstərdim. İndi deyəcəklər tək plata, qoşa plata, elə deyil, qardaş. Bu başqa şeydir. Bax, göstərdim də bunu sənə. Açdım için göstərdim. Təmiz danışaq da, bax, kişi kimi. Qardaş deyib ki, yaxşı. Bu hiss eləyib ki, o birisi adam gəlib bu beyni aparıb. Bu dəfə də gələcək bu beyni götürüb aparacaq. Əlavə beyin qoyacaq. Bu 100 manat qazandı. Plus dakiklər qaldı ona. Əlavə ki, aparıb o üstündən çıxartdığı beyni də buradan oğurladı, götdü apardı. 200-250 manat pul qazandı. Düzdür mü, qardaş? Bax. Mənə zəng vurdun da, bir 15 dəqiqə bundan, 20 dəqiqə, yarım saatından. Nə dedim sənə? Elə inkubatoru göstərən kimi nə dedim? Dedim, söhbeyini gəl bura. Dedim sənə. Ay sağ ol. Gəldim bura, düzəltdim, qardaş. Neçə dəqiqə çəkdi? Baxın indi. Bax, bu daçik var, qardaş. Bu daçik yanıbdır. Bax, özüm doğradım kusaçka ilə. Qardaşın öz yanındakı bu işləmir. Bağladım bura bir dənə təzəsini. Qardaşa da verdim pay. Başa düşürsünüz? İnkubator yığan usta, qardaş, müştəridir, alıbdır, zəng vurub, düzəldənmir. And olsun Allaha, mən bunu telefondan düzəldərdim. Amma bu daçikdən səndə yox idi, sən gəlib bunu aparmalıydın. Düzdür? Aysun. Gələcəklərdə səndən bu beyni götürüb aparacaqdılar. Ona görə oğlanmada deyir, o oğlanın adı nədir? Deyir, nə bilim, kondisioner ustası maşın satır. Kondisioner ustası maşın satır, nə maşın satan pərdə tikir, pərdə tikən nə bilim, torba tikir. Bax, həmin məsələdir da. Qardaş, kimin nə problemi varsa inkubatora aid zəng vurun, mən düzün deyəcəm. Düzünü deyəcəm, düzünə də həll eləyəcəyik, aparasından rahat işimi görəsən. Yəni, biz gəlib inkubatorun beynini dəyişib, köhnə beyni yalandan işləmir deyib, götürüb aparmırıq. Bax, o qardaşın daş söymüşdüm, bax, yanında doğradım, bax. Yəni, bu bizə lazım deyil. Biz belə çörəyi, qardaş, yemirik və yeməzlər. Düzdür, qardaş? Gördün də. Allah, hamısını da yoxladım. Nəmişliklər də çıxışları yerindədir, istiliklər də qoşa xət ikisi də yerindədir. Amma beyin orijinal deyil də, yəni bugün beyin. Özdə bunu bu yaxınlarda qoyublar, özün də bilirsən. İndi də gəlirlər təzədən dəyişməyə. Bunu da götürüb aparacaqlar. Aləm, yəni qardaş, heç nədən pay olan bir şeyə 100 manat pul istəyirlər səndən, düzdür? İnkubatora aid, qardaş, bir dəfə bilin, Azərbaycanda Adil ustadan oycası yoxdur. Düzünə, ha, düzünə. Əyri o qədər adam var ki, ha, düzünə. Apar işdə Allah xeyri versin. Apar qoşa da bilməsən, əlaqə saxla. Bu dəqiqə zəng vur bunun öz ustasına, heç deyəməyəcək sənə qoşmağa. Zəng vurarsan mənə, problem yoxdur. Mən ev ustayam, açıq danışım, mən ev ustasıyam. Bəli. Evin daxili işləri, alçıpan, elektrika, maliyyəli qəzət, bir işlər. Qardaş, istəsən pis eləyə bilərsən də. Amma halal qazanırsan da, düzdür. Halal qazanırsan ki, bax, sənin işivi gətdi halal adama. Yoxsa sən bu günləri 100 manat sən verəcəydin. Götürüb də bunu sənə plus alladıb, aparıb o, bax, sənin beynini bir başqasına 100-ə satacaqdılar.
200 manat. Daçkilərin də hərəsini biri 30 manatdan satsaydılar. Gəldi elə 250-260 manata çıxdı. Düzdür qardaş? Şimdi kəndə gedeyim. Kəndə gedim. Öyle bir yerde. Değil mi? Mən ustanın yüzünü At görməmişəm. sənmi, hə? Yo. O gəlib bu dəyişdilər. O birini kim apardı? Hara apardılar? Usta aparıb. Bu da ikincidir də cavab Mən Tural aparacaq. dedim ha. Dedim Tural bəxanı beyin. Deyir vallahi nə bilim abiləmi. Deməli bir dənə şey göstərmək istəyirəm. Beyində XM18-dir. Demək inkubatorun içində qoşa tem var. Bu beyində iki çıxış var. Pastianlı xətt, dapanitelli xətt. Bunu hamı bilir. Demək bu inkubatoru yığan ustaların fırıldağına bax. Demək nə edir? Qardaş mənə zəng vuran kimi dedim ki, usta sənə deyib 23-dən 24 aç, deyək ki, bağla 25-dən 26-ya. Bu da deyir ki, hə. Qardaş deyir, hə. Demək usta nə edir? Götürüb birinci xəttə bağlayır, tenləri cüt qoşur. Ki, gələcəkdə beyin yandı. Bilir axı geydirmə beyin qoyubdu. Sabah yandı. Yanan kimi deyir, buradan aç bağla bu bisinə. 1-3-4 gündə, bir ayda belə aparsın. O ay yarım 2 ay möhlət verir. Bax, ondan sonra deyəcək qardaş 200 manat verib beyin gətirim qoyum. 100 manat verib. Bunlar fırıldaqdılar qardaş. İşə baxın. Şəkil atan kimi, video atan kimi mən sənə nə dedim? Dedim sənə deyib bu rəqəmdən aç bura bağla. Dedin hə. Dedim qardaş səhv qoşub. Bax bu dəqiqə o inkubator səhv yığılıb. Səhv qoşub. Başa düşdün mən sənə nə deyirəm? Səhv qoşub. Allah xeyri versin, götür apar. Halal xoşunu. Halal xoşun olsun. Halal xoşun olsun. Amma bilin. Bax görürsən düz işləyirsən, halal qazanırsan, Allah gətirdi çıxartdı halal adamı yəni. Mən də istəsəydim sən Allahda. Bax bu dəqiqə burada məndə orada 3 korobka beyin var. Bu dəqiqə verərdim sənə. Sən məcbur alacaqdın. Düzdür? Bax deyirsən 100 manat demişdilər. 90 manat deyəcəkdim, verəcəkdim sən. Sən desən, 10 manat xeyir elədir, sağ olsun. 1000 dəfə də dua eləyəcək. Amma mən qardaş o çörəyi balama yedizdirmərəm. Başa düşdü? Bax bu qardaşı da usta görür, tanıyır yəni. Nəsə Allah xeyri versin qardaş. Apar. Sağ salamat. Halal xoşun olsun.